Biz Allahı vəsf eləyəndə dualarda rast gəlirik buna. Ya Rahimu, Ya Rauf. Bəzi hədislərimizdə nəql olunub ki, hər kəs gün ərzində 100 dəfə Ya Rahimu, Ya Rauf zikrini deyərsə, Allah Teala ondan çətinlikləri, sıxıntıları götürər. Təcrübə olunmuş bir zikirdir. İmamlarımızdan tövsiyə olunub, ariflərimizin təcrübələrindən tövsiyə olunub. Rauf nədir? Rəhmətlə Raufun fərqi nədir? Rəfətin fərqi nədir? Rauf insandan bəlanı, müsibəti, çətinlikləri dəf edəndir. Rəhim isə neməti bəxş edəndir. Allah Teala təkcə insana nemət bəxş etmir. Eyni zamanda insandan dərdi, bəlanı, sıxıntıları, çətinlikləri, müsibətləri dəf eləyir. O qədər bəlalar var ki, bizdən Allah onu dəf eləyib, amma bizim ondan xəbərimiz yoxdur. O qədər ilahi nemətlər var ki, Allah onu bizə bəxş eləyib, biz heç Allahdan onu istəməmişik də. Ya mən yu'ti mən səələ, ya mən yu'ti mən ləm yəsəluhu. Ey o kəs ki, ondan istəyənə də bəxş edər və ondan istəməyənə də bəxş edər. Ona görə də Allahın bizə bəxş etdiyi nemətlər qarşısında nə qədər şükr etsək də bu şükrümüz kifayət deyil, yetərli deyil. Allah bəndələrində olan rəhmət də ilahi rəhmətin bir kölgəsidir. Sonsuz ilahi rəhmətin bir qətrəsidir ki, Allah bəndələrində bir-birinə qarşı rəhm edirlər. İnsanda mərhəmət, insanda rəhmət bütün fəzilətlərin, bütün xeyirlərin, bütün bərəkətlərin mənbəyidir, mədənidir. İnsan Allah Teala'ya nə qədər yaxın olarsa, bir o qədər rəhmət sifəti ilə vəsf olunar. Bir o qədər mərhəmət və rəhmət sifəti onda özünü daha çox göstərər. Rəhmət sifəti bir o qədər onda təcəlli eləyər. Çünki varlıq aləmi qeyd etdiyimiz kimi, Rəhman və Rəhim olan Allahın rəhmətinin bir təcəllasıdır. Və rəhmət sifəti ən üstün şəkildə ki, hər hansı bir məxluqda təcəlla eləyib, Həzrəti Muhammed sallallahu aleyhi və səlləm və əhl-i beytindədir. Allah Quran-ı Kərimdə Peyğəmbər barəsində buyurur ki, biz səni bütün aləmlərə rəhmət olaraq göndərdik. Tək yer üzərinə deyil, bütün aləmlərə. Aləm nədir? Aləm Allahdan savay hər bir şey aləmdir. Aləm əlamət sözündən götürülüb, Allah Teala'nın varlığına dəlalət edən. Çünki hər bir nəsnə Allahın varlığına dəlalət eləyir.